Bugün uşaqlarla birlikdə Bakı Expo mərkəzində yerləşən Dino Parka yollandıq. Əvvəlcədən qeyd edim ki, parka giriş 3 yaşdan yuxarı uşaqlar üçün ödənişlidir və biletin qiyməti hər kəs üçün 10 manatdır. Ən xoş tərəflərindən biri isə odur ki, vaxt məhdudiyyəti yoxdur. Yəni içəri daxil olduqdan sonra tələsmədən, istədiyiniz qədər qala, dinozavrları rahat-rahat seyr edə və uşaqlarla birlikdə doyunca əylənə bilərsiniz. İstirahət günü olduğundan ziyarətçi sayı kifayət qədər çox idi. Bu da məkanın uşaqlar və valideynlər arasında nə qədər maraq doğurduğunu göstərirdi. Dino Park 21 yanvar tarixinədək fəaliyyət göstərəcək. Parka daxil olan kimi bizi 20-dən çox hərəkətli və səsli, müxtəlif ölçülərdə və fərqli növlərdə hazırlanmış dinozavr fiquru qarşıladı. Bu fiqurlar o qədər real və peşəkar şəkildə hazırlanmışdı ki, sanki bizi milyon illər əvvələ, dinozavrlar dövrünə aparırdı. Parkın ən böyük dinozavr fiquru 9,5 metr hündürlüyündə idi və həm də uşaqların, həm də böyüklərin böyük marağına səbəb oldu. Dinozavrların ağızlarının açıb bağlanması, başlarını sağa-sola çevirməsi, əllərini, ayaqlarını və quyruqlarını tərpətməsi onları tam canlı kimi göstərirdi. Bu hərəkətlər uşaqlarda həm təəccüb, həm də böyük sevinç hissi yaradırdı. Maraqlı cəhətlərdən biri də o idi ki, bəzi dinozavr fiqurlarının üzərinə çıxmaq və onlarla daha yaxından təmasda olmaq mümkün idi. Parkda uşaqlar üçün çox böyük maraqlı fotozonalar təşkil olunmuşdu. Xüsusilə dinozavr yumurtalarının içində şəkil çəkdirmək imkanı uşaqların ən çox sevdiyi fəaliyyətlərdən biri oldu. Hər kəs bu anları telefonuna köçürərək xatirə şəkilləri çəkdirirdi. Bu, uşaqlar üçün adi bir park gəzintisindən daha fərqli və yadda qalan bir təcrübə yaratdı. Onlar özlərini sanki macəra filminin içində hiss edirdilər. Bundan başqa uşaqların enerjilərini rahatlıqla xərcləyə bilmələri üçün pulsuz batutlar quraşdırılmışdı. Batutlar təhlükəsiz idi və uşaqlar burada uzun müddət oynayıb əylənə bildilər. Ümumilikdə Dino Park uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici bir məkan təsiri bağışladı. Uşaqlar burada həm əyləndilər, həm də dinozavrlar haqqında yeni məlumatlar əldə etdilər. Gəzintimizin sonunda uşaqların üzündəki sevinç və məmnunluq hissi hər şeyə dəyərdi. Biz də xoş əhval-ruhiyyə və gözəl xatirələrlə parkdan ayrıldıq.